İndi isə sözü siyasi həbslərlə bağlı məruzə üçün Abid Qafarova veririk. Təşəkkür edirəm, hörmətli sədr. Hörmətli millət vəkilləri, siyasi həbslər tarixən diktatorlar tərəfindən öz hakimiyyətini qorumaq üçün, ziyalıları susturmaq və xalq kütlələrini qorxu altında saxlamaq üçün qanun adı altında dövlət, dövlətçilik, millətçilik, ali dəyərlərə sədaqət adları altında alternativ və müxalif düşüncəni məhv etmək üçün aparılır. Təəssüf ki, Azərbaycan da bu prosesdən kənar deyil. Siyasi həbslər və repressiyadan danışarkən insanın ağlına ilk əvvəl 1937-ci ilin repressiyaları gəlir, elə deyilmi? Minlərlə insanı əhatə edən Stalin-Bağırov repressiyası hər bir Azərbaycanlı yaddaşında iz buraxıb. Yüzlərlə ziyalının güllələnməsi və ya uzaq Sibirə sürgün olunması Azərbaycan xalqının mənən yetmiş və doldura bilməyəcək boşluqlara səbəb olmuşdur. 1991-ci ildə müstəqillik qazanılsa da, 1993-cü ildə bu müstəqillik qismən itirildi. Hakimiyyət Sovet şinelindən çıxmış Heydər Əliyevin əlinə keçdi. Sovet idarəetmə sistemində bişmiş biri üçün siyasi oyunlar qurmaq və bunun fonunda da repressiyalar həyata keçirmək çox asan bir iş idi. Məsələn, 1995-ci ilin mart ayında Oman hadisələri. Bu prosesin nəticəsində 100 nəfər civarında insan həlak oldu, 710 nəfər xüsusi təyinatlı polis dəstəsi üzvü həbs edildi. Sonradan onların 373 nəfəri azadlıqdan məhrum edildi, 2 nəfəri isə ölüm hökmü aldı. Bugün hələ də onlardan 6 nəfəri ömürlük həbsdə qalmaqdadır. Heydər Əliyev öz hakimiyyəti dövründə Elçibey hakimiyyəti və müxalifət nümayəndələrinə qarşı apardığı siyasi təqibləri gözəl xatırlayırıq. Həmin dönəmdə insanları öz əqidələrindən döndərmək və ya susturmaq üçün özlərini və ya ailə üzvlərini işdən azad etdirir, universitetdən qovdurur, əleyhinə yalan məlumatlar yaydırır, cəmiyyətdən təcrid etdirirdi. Bunlar effektiv olmayanda isə qurama cinayət işi ilə həbs etdirirdi. Heydər Əliyev bütün bu siyasi həbsləri öz hakimiyyətini möhkəmlətmək və gələcəkdə onu öz oğluna İlham Əliyevə miras buraxmaq üçün edirdi. Yəni İlham Əliyevin şahlıq taxtına gedən yolunu təmizləyirdi. Kimlərsə İlham Əliyevi, üzr istəyirəm, kimlərsə Heydər Əliyevi bu fərasətinə görə dahi hesab edə bilər. Amma onun Azərbaycan xalqına qarşı bu cür düşmən mövqeyinə tarix öz qiymətini verəcək. İlham Əliyev hakimiyyətə gələr-gəlməz öz hakimiyyətinə siyasi həbslərlə başladı. 2003-cü il 16 oktyabr hadisələrindən sonra partiya sədrləri başda olmaqla 100 nəfərdən artıq insan həbs edildi. Hakimiyyətin mənimsənilməsinə edilən etirazlar siyasi sifarişli, repressiv həbslərlə susturuldu. Azərbaycan Xalq Parlamenti sədri Pənah Hüseyn, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və bir çox partiya funksionerləri həbs edildi. Bu bir başlanğıc idi. Ölkədə heydərizmin fundamenti atılırdı. Və bu yolda hələ də irəlidə yüzlərlə insanı siyasi məhbus həyatı gözləyirdi. İlham Əliyev öz atasının adını daha da möhkəmləndirmək, gələcəkdə hakimiyyəti ailə üzvlərindən birinə dövr etmək üçün hələ nə repressiyalar, nə siyasi oyunlar, nə xəyanətlər və xalqın başına hansı işlər açacağı planlayırdı. Bu yerdə çıxışımı iki istiqamətə ayırmağı faydalı hesab edirəm. İstiqamətin biri sırf siyasi, digəri isə qeyri-siyasi istiqamətdə aparılan həbslər haqqında olacaq. Məsələn, Bənənyar hadisəsi, Nardaran, Tərtər hadisələri və s. Siyasi müstəvidə demək olar ki, hər şey aydındır. Siyasi həbslərin artması, siyasi azadlıqların azaldılaraq yox edilməsi hakimiyyəti atasından miras almış oğlunun yürüdə biləcəyi yeganə siyasət idi. Amma İlham Əliyev bunu mərhələlərdə etdi. Məsələn, 2013-cü ildə 3-cü dəfə prezident seçilməsi üçün 2009-cu ildə Azərbaycan Respublikası Konstitusiyasını dəyişdirdi. Konstitusiyaya edilən dəyişikliklər müxalif partiyalar tərəfindən tənqid edildi. Nəticədə Müsavat və Azərbaycan Xalq Cəbhəsinə qarşı repressiyalar başladı. Bütün etiraz edən səslər susturuldu. Konstitusiyaya edilən dəyişikliklə artıq İlham Əliyev ömrünün sonuna qədər prezident seçilə bilərdi. 2013-cü il prezident seçkiləri öncəsi İsmayıl hadisələri baş verdi. Etirazların başlanması icra hakimiyyətinin başçısının yerli insanlara qarşı kobud rəftarı olsa da, sonradan etirazlarda hakimiyyətə qarşı şüarların səslənməsi, vətəndaşların polislə qarşı durmaya getməsi hakimiyyətin əlinə yeni siyasi həbslər üçün fürsət verdi. İsmayıl hadisələrinin nəticəsi olaraq İlqar Məmmədli və Tofiq Yaqublu başlı olmaqla 19 nəfər həbs edildi.
2013-cü il seçkiləri ərəfəsi və sonrası siyasi həbslər yenə davam etdi. Qurban Məmmədov, Adnan Hacızadə, Xədicə İsmail və Vətəndaş Cəmiyyətinin digər üzvləri həbs edildi. Artıq özünü 3-cü dönəm prezident seçən İlham Əliyev Vətəndaş Cəmiyyətinə qarşı xaç yürüşünə başladı və hakimiyyəti ailəsinin əlində cəmləmək üçün hərəkətə keçdi. 2016-cı ildə növbəti dəfə Azərbaycan Respublikası Konstitusiyasına dəyişiklik edildi. Beləliklə, Əliyev hər dönəmdə 5 il yox, artıq 7 il prezidentlik edə biləcəkdir. Həm də arvadının vitse-prezidentliyi ilə. Axı, artıq Konstitusiyaya 103-cü maddə əlavə edilmiş və vitse-prezidentlik yaradılmışdır. Bundan əlavə, İlham Əliyev özünə parlamenti buraxmaq səlahiyyəti vermişdi. Bu da artıq Konstitusiya səviyyəsində hakimiyyət bölgüsünü sual altına qoyurdu. 44 günlük savaş nəticəsində Qarabağ və ətraf rayonlar erməni işğalından azad edildi. Xalqın qəlbində bundan sonra hakimiyyət xalqa baxar ümidi formalaşsa da, Heydərizm xalqın bu arzusunda gözündə qoydu. 44 günlük savaşdan sonra intihar etmiş qazilərin sayının 100-dən çox olması bu mövzunun hansı bərbadlıqda olmasının göstəricisidir. Qazilərinə baxmayan hakimiyyət saatə vətəndaşa mı baxacaq? Hakimiyyətin planları isə tamamilə başqadır. İndi İlham Əliyev hakimiyyətini əbədiləşdirmək üçün çalışır. 2022-ci ilin əvvəllərindən etibarən mərhələli şəkildə həbslər başladı. Vətəndaş və İnkişaf Partiyası sədri Əli Əliyev, ardınca İlham Aslanoğlu, daha sonra Xoralın rəhbəri Əvəz Zeynallı və Baxtiyar Həcəyev həbs edildi. 2023-cü ildə isə daha dəhşətli həbs dalğası gəldi. Siyasi fəallarla paralel dindarlar da həbs edilməyə başladı. Amma bu barədə bir qədər sonra. 2023 və 2024-cü illərdə mediaya qarşı səlib yürüşü başladı. Bunun nəticəsində Abzas Mediadan 6 nəfər, Toplum TV-dən 6 nəfər, Meydan TV-dən 7 nəfər, Kanal 13-dən rəhbəri Əziz Oruc və Şamo Eminov həbs edildi. Amma hakimiyyətin bununla da ürək soymadı. 2023-cü il parlament və 2024-cü il bələdiyyə seçkilərindəki qanun pozuntularını işıqlandıran Fərid İsmailov, Nurlan Qəhrəmanlı və Fatimə Mövlamlı da həbs edildi. Bu üç nəfərin adını niyə xüsusilə qeyd etdim? Hamının nəzərinə çatdırmaq istəyirəm ki, növbəti seçki olanda qanun pozuntularını çəkib göstərəcək azadlıqda jurnalist artıq qalmayıb. Hamını həbs ediblər, susturublar. Beynəlxalq mediaya gəldikdə isə 2025-ci ildə Xarici İşlər Nazirliyi Azadlıq Radiosu, Amerikanın Səsi, Bloomberg və digər xarici media qurumlarının akkreditasiyasını ləğv etdi. Ölkə həm daxili, həm də xarici mediadan dırnaqarası təmizləndi. Hakimiyyətin siyasi dözümsüzlüyü o həddə çatdı ki, yeni yaradılmış Milli Müqavimət Hərəkatı və 3-cü Respublika platformasında da təsirsiz ötüşmədi. Milli Müqavimət Hərəkatından Rıza Səfərsoy, 3-cü Respublika platformasından isə Akif Qurbanlı və Ruslan İzzətli həbs edildi. Hörmətli millət vəkilləri, bugün Azərbaycanda fərqli düşünəcək, danışacaq və ya yazacaq tək-tük insan azadlıqdadır. Qalanlardan hamısı həbs edilib. Hüquq müdafiəçiləri də həbs edildiyindən artıq siyasi məhbusların hüquqlarını müdafiə etməyə demək olar ki, kimsə qalmayıb. Gənc nəslin nümayəndəsindən olan Rüfət Səfərov insan haqları sahəsində aktiv işinə görə seçilirdi. Hətta onun bu fəaliyyətini Amerika Birləşmiş Ştatlarında onu mükafatlandırmaqla dəyərləndirdilər. Amma bugün o da həbsdədir. Ona nə qədər iş kəsiləcəyi isə hələ ki məlum deyil. İndi isə siyasi məhbuslar arasında üstünlük təşkil edən vicdan məhbusları, dini inanclarına görə həbs edilənlərdən danışmaq istəyirəm. Fevral ayında dərc edilən siyasi məhbus siyasında 357 vətəndaşımızın adı var və onlardan 235 nəfəri, yəni 65% dindarlardır. Bu sahədə də hakimiyyət mərhələli iş aparıb. İcazənizlə indi sadəcə həmin mərhələləri diqqətinizə çatdırmaq istəyərdim. Nardaran işi 26 noyabr 2015-ci il tarixdə hakimiyyətin Bakının Nardaran kəndinə keçirdiyi əməliyyatını yaxşı xatırlayırıq. Dövlət çevrilişi adı qoyaraq kəndə basqın etmək, 4 vətəndaşı qətlə yetirmək və onlarla insanı azadlıqdan məhrum etməklə yetmədi. Nardaran kəndi bu günə qədər polis blokadasında yaşayır. Kəndə rahat şəkildə gəlmək və getmək mümkün deyil. Növbəti mərhələ Gəncə işi.
10 iyul 2018-ci tarixdə Gəncədə baş vermiş olayların nəticəsində isə yüzlərlə insan məhkəmə qarşısına çıxarıldı, həbs edildi. Yunus Səfərovun Gəncənin qaniçən icra başçısını cəzalandırmaq cəhdini hakimiyyət müvəffəqiyyətlə xalqın gözünün oduna almaq üçün istifadə etdi. Hər mümkün variantda xalqı mənən sındırmağa çalışdılar. Və nəhayət 2023-cü ilin mart ayının əvvəllərində baş vermiş Fazil Qəzənfəroğlu işi. Hacı Şahin Həsənlinin müəmmalı ölümündən sonra dindarlara qarşı növbəti geniş miqyaslı həbslər başladı. İnsanlar arasında artan narazılığı görən hakimiyyət bu repressiyanı əsaslandırmaq üçün Qəzənfəroğlu şousunu düzənlədi. 28 mart 2023 tarixdə güya Fazil Qəzənfəroğluna qarşı sui-qəsd cəhdi oldu. Məhkəmə ifadələrinə görə güya bu sifariş İran İslam Respublikasının Sepah təşkilatı tərəfindən 30 min dollara sifariş edilib. Bu həqiqət olsaydı, Xarici İşlər Nazirliyi İrana rəsmi nota verərdi. Ən azından bir neçə həftə öncə bizim yaşmamız Sepah ilə təlimə getməzdi. Fazil Qəzənfəroğluya qarşı sui-qəsd cəhdi ittihamı ilə Azər Sarıcanov ömürlük həbs edildi. Bununla da yetmədilər. Bir neçə gün öncə Azər Sarıcanovun oğlu Əbülfət Sarıcanov da eyni ittihamlarla həbs edildi. Artıq Qəzənfəroğlu işinə görə onlarla dindar şərlənərək həbs olunub. Hakimiyyət dindarlara əsasən narkotik vasitələrlə bağlı maddələrlə şərləyib həbs etsə də, mediada onlar cəmiyyətə İran agenti kimi təqdim olunur. Bu da başa düşüləndir. Hakimiyyət ehtimal olunan narazılığı bu yolla xalqa aldadaraq tənzimləmək istəyir. Hakimiyyətin vətəndaş cəmiyyətini susturmaqdan əlavə xalqın gözünü qorxutmaq üçün mütəmadi olaraq geniş miqyaslı digər cinayətlərə də əl atır. Bunlardan bir neçəsini diqqətinizə çatdıracağım. Bənənyar hadisəsi 2010-cu ildə polis qüvvələri Naxçıvanın Bənənyar kəndinə yeridildi və nəticədə yerli əhaliyə divan tutuldu. İşgəncələr və zorakılıqla tarixin qara səhifəsinə düşmüş bu hadisələr xüsusi olaraq dindar insanlara qarşı atılan amansız addımlardan biri idi və beynəlxalq təşkilatlar tərəfindən də bu hadisə elə bu cür qiymətləndirilir. Quba hadisələri 1 mart 2012-ci il tarixdə Quba şəhərində əhalinin haqlı narazılıqları polis gücü ilə susturuldu. Çoxlu sayda insan bu hadisədə fiziki və psixoloji zədələr aldı və 5 nəfər də həbs edildi. Eurovision işi 2012-ci ildə Eurovision musiqi yarışması Bakı şəhərində yer aldı. Bu ərəfədə onlarla vətəndaş və vətəndaş cəmiyyətin üzvləri şərlənərək həbs edildi. Hazırda hələ də Eurovision məhbuslarından həbsdə olanlar var. Tərtər işi. Bu isə əməlli başlı ümummilli bir faciədir. Minlərlə hərbiçini əhatə edən bu cinayətin nəticəsində 14 hərbçi işgəncələr altında qətlə yetirilib, yüzlərlə hərbçi amansız işgəncələrə məruz qalıb, hərbçilərdən əlavə mülki şəxslər də bu prosesdə işgəncələr verilib, şərlənərək həbs olunub. Onlarla hərbçi və mülki şəxs bu prosesin nəticəsi olaraq şərlənərək həbs edilib. 2021-ci ildə Azər Freedom TV-nin başlatdığı araşdırmaya sonradan Çin TV, Xural TV, Hürriyyət TV, Bumerang TV, Kanal 13 və digər kanallarda qoşuldu və nəticədə bu dəhşətli hadisə yenidən gündəmə gəldi. 2021-ci ilin dekabrında bu iş üzrə təkrar istintaq başlandı və nəticədə 2022-ci ilin dekabrında 19 nəfər bəraət aldı, 17 nəfər azadlığa çıxdı. Buna baxmayaraq hələ də Tərtər işi üzrə həbsdə yatanlar var. Söydlü hadisələri. 20 iyun 2023-cü il tarixdə Gədəbənd Söydlü kəndinin əhalisi qızıl mədənindən çıxan siyanidin gölə axıdılmasına etiraz etdilər. Burada da etirazlar polis gücünə yatırıldı, insanlara divan tutuldu. Hazırda Söydlü işinə görə 3 nəfər həbsdədir. Bu ilin ən son hadisəsi isə İmişlidə baş verdi. 18 yanvar 2025-ci il tarixdə İmişlidə yol polisinin iştirakı ilə baş vermiş yol qəza hadisəsində 2 az yaşlı məktəbli həlak oldu. Sakinlər tərəfindən bu hadisə etirazlarla qarşılandı. Nəticədə 13 nəfər İmişli sakini həbs edildi və onlar hələ də dəmir barmaqlıqlar arxasındadır. Zaman-zaman xalqa qarşı törədilən bu hadisələr xalqın mübarizə əzmini sındırmağa yönəlib. Xronologiyanı diqqətlə izləsək görərik ki, son 3 il ərzində siyasi həbslər öz pik həddini yaşamaqdadır. Bu da bizə deməyə imkan verir ki, İlham Əliyev hakimiyyəti oğlu Heydər Əliyevə ötürmək üçün bütün mümkün rəqibləri meydandan təmizləyir.
xüsusilə də gənc siyasətçiləri. Azər Qasımlı, Rüfət Səfərov və Bəxtiyar Hacıyev gələcəkdə Heydər Əliyevə problem yarada biləcək real fiqurlardır. Amma məsələ təkcə bununla da bitmir. Seçki saxtakarlığını çəkib ictimailəşdirəcək jurnalist və media qurumları da qalmayıb. Müxalifət partiyalarının əksəriyyəti isə ümummilli, əlbəttə ki, dırnaqarası, ümummilli dialoq adı altında baş qatmaqla məşğuldur. Xalqın gözü isə siyasi həbslərlə qorxudulur. Bu yerdə bir neçə paralellər aparmaq istəyirəm. Əvəz Zeynallı 2011-ci ildə 2 il yarım müddətə həbs yatsa da, bu dəfə ona 9 il iş kəsdilər. Baxtiyar Hacıyev 2011-ci ildə 5 illik müddətə həbs olunsa da, bu dəfə ona 10 il iş kəsdilər. Tofiq Yaqublu 2013-cü ildə 5 il müddətinə həbs edilsə də, 2020-ci ildə 3 il yarım müddətə həbs edilsə də, bu dəfə ona 9 il iş kəsdilər. Bəli, görünən budur ki, İlham Əliyev növbəti prezident seçkilərinə qədər 2031-ci ilə qədər tam sakitlik istəyir. Müqaviməti sıfıra indirmək istəyir. Ölkədən xaricdə fəaliyyət göstərən siyasətçi və blogerlər də təhlükəsizlikdə deyil. Əliyev hakimiyyətinin sifarişi ilə Gürcüstanda həbs edilmiş Əfqan Sadıqlı, Rusiyada həbs edilmiş Hacı Zülfüqar Mikayılzadə hakimiyyətin ölkə xaricindəki repressiya əməliyyatına nümunədir. Bir neçə gün öncə aralarında Azərbaycan Xalq Parlamenti millət vəkili Qurban Məmmədov olmaqla 14 mühacirin baş prokurorluğa çağırılması qərarı bu repressiyaların davam edəcəyinə bir işarədir. Bundan əlavə mühacir həyatı yaşamış, sonradan həbs edilərək ölkəyə götürülüb və həbs edilmiş siyasi fəallar da var. Bunlar Elvin İsayev və Maqsud İbrahimovdur. 2024-cü ilin aprel ayında Zahid Oruc parlament kürsüsündən mühacirlərin legitim hədəflər kimi məhv edilmə zərurətini dilə gətirəndən artıq mühacirətdə də heç kim təhlükəsizlikdə deyil. 1 oktyabr 2024-cü il tarixdə Fransada yaşayan Vidadi İskəndərlinin qətli, digər fəalların təhdidlər alması bu repressiyanın daha ciddi formada davam edəcəyinə işarədir. Onu da diqqətinizə çatdırım ki, hal-hazırda Azərbaycan Xalq Parlamentinə mandat qazanmış 3 millət vəkili siyasi məhbus həyatı yaşayır. Onlar Əvəz Zeynallı, Rıza Səfərsoy və Elvin İsayevdir. Məruzənin əvvəlində 1937-ci ildə yaşanmış repressiyaya toxundum. Sağda bir paralel aparmaq istəyirəm. 1937-ci ildə Stalin rejimi Hüseyn Cavidə 8 il iş kəsdi. Amma bugün Heydərizm rejimi Azərbaycan xalqının ziyalısı Əvəz Zeynallıya 9, Tofiq Yaqubluya 9, Bəxtiyar Hacıyeva 10 il iş kəsir. Həmin dövrdə də dindarlara qarşı amansız repressiyalar həyata keçirilirdi, indi də. Amma indi daha vəhşi üsullarla həyata keçirilir. Bu da bizim hələ də Sovet şinelindən çıxmış insanlar tərəfindən idarə olunmağımıza əsaslı bir arqumentdir. Diqqətinizə görə təşəkkür edirəm, hörmətli sədr, hörmətli millət vəkilləri. Təşəkkürlər Abid bəy.